Ömürlük azadlıqdan məhrum edilmiş məhbus Zaur Həziyev bir saylı Qobustan qapalı tipli həbsxanada işgəncələrə məruz qoyulub. Bu barədə avqustun 5-də Azərbaycan İnsan Hüquqları evində keçirdiyi mətbuat konferansında Zaur Həziyevin bacısı Tünzalə Həziyevə məlumat verdi. Tünzalə Həziyeva qardaşının işgəncələrə məruz qalmasına səbəb kimi onun cari ilin may ayında Penitensiar Xidmətin İctimai Nəzarət Komitəsinin üzvü Əlməmməd Nuriyevə həbsxanadakı şəraitdən şikayət etməsi olduğunu bildirib. Zaur Həziyev Əlməmməd Nuriyevə həbsxanada verilən qidanın keyfiyyətsizliyindən, qidanı qəbul etdikdə bədənində səpkilər yaranmasından, dəfələrlə müraciət etməsinə baxmayaraq həbsxana rəhbərliyinin onu qəbul etməməyindən şikayətlənib. Bundan sonra Zaur Həziyev bu şikayətinə cavab olaraq həbsxananın bir neçə əməkdaşı tərəfindən döyüldüyünü, aldığı zədələr nəticəsində qulağından qan gəldiyini bildirir. Bununla kifayətlənməyən həbsxana rəhbərliyi Zaur Həziyevi karserə saldırıb ona töhmət elan edib. Bacısının verdiyi məlumata görə sonra Zaur həbsxana rəisi Kazım Abdullayev və onun müavini Namiq Əliyev tərəfindən də döyülüb və nəticədə burnu da sındırılıb. Sonda Tünzalə Həziyevə qardaşının aldığı zədələrdən xəstəxanaya düşdüyünü və hazırda Ədliyyə Nazirliyinin müalicə müəssisəsində müalicə aldığını və həkimlərin ona yaxşı baxdıqlarını da bildirib.